Eksom analizi dediyimiz insan genomundakı protein kodlayan hissələri, yəni eksomları yoxlayan bir analizdir. Hansı ki, əslində baxsaq, bu protein kodlayan bölgələr sadəcə insan genomunda 1-2% əhatə edir. Amma xəstəlik yaratmaq baxımından baxsaq, genetik xəstəliklərin, genetik mutasiyaların hansı ki, xəstəliklərə səbəb olur, 85%-ə qədəri həmin bu bölgələrdə yoxlanılır. Eksom analizi günümüzdə çox irəli səviyyədə aparılan bir analizdir ki, hansı ki, nadir görsənən xəstəliklərin diaqnostikası çətin olan xəstəliklərdə, əlamətləri oxşar olan, bir-birindən qarışdırılan bir çox xəstəliklərin diaqnozunun qoyulmasında geniş istifadə olunan bir analizdir. Analiz çərçivəsində təxminən 20-25 min arası gen yoxlanılır və bu genlər ümumi taranaraq, oradan klinikamıza uyğun olaraq, pasiyentin əlamətlərinə uyğun olaraq, həmin əlamətlərə cavab verəcək, həmin əlamətlərə səbəb olacaq bütün genlər taranır. İnkişaf problemi yaşayan xəstələrdə, neyrodegenerativ pozğunluğu olan xəstəliklərdə, metabolik xəstəliklərdə, hansı ki, diaqnostikası və klinikası qarışıq olan xəstəliklərdir. Bunların diaqnozunun qoyulmasında da daha geniş istifadə olunur. Günümüzdə çox adını eşitdiyimiz epileptik tutmalarda da, autizm spektr pozğunluqlarında da, hansı ki, bunların altında genetik bir səbəb varsa, genetik faktor yatırsa, bunların da diaqnozunun qoyulmasında eksom analizi çox kömək edən və irəli səviyyədə olan analizlərimizdən biridir.